Ozobiç, onun ötürməsi, Ozobiç, ağında da Stalyanski, Ozobiç və Stas Pakatilov. Sabahı meydançasına ötürdüyü top Mustafa Sek karşılayır, qayıdan topa zərbə və hesab açılır. Sabah hesab aç, Jesse Sikidika, Sabahı hesabda hücuma çıxa bilmədi Sabah. Neftçi hücumu, Matthias hücuma qoşulub, qapıya paralel ötürmə, zərbə və burada Sabahın bəxti gətirir. Rəhman, Filip Ozobiç, zərbə və 1-1. Emin Mahmudov hesabı bərabərləşdirir. Müdafiəsində Anatoli Nuriyev özü, Pavel Şafranko və Rıza. Finitsa Ramir Şeydayev. Və burada qayda pozuntusu gözləyir və İnqilab Məmmədov maçı bitirdi.